Xoşmal dalsın. Nə israf elə? İsrafı kimdir? Bu nə? İsrafı deyirsən? Ha, sən bax o israf edirsən. 8.000 pul alıblar məndən. Oynamaqlarına bax. Ələşkər! Ələşkər! Geldi. Ələşkər! Ne var Ələskər? Ələskər. Ələsgər Məmmədoğlu Azərbaycan kinosunun unudulan simasının faciəvi və yarım qalan həyatı. Hazırsınızsa başlayaq. Bir dənə betə. Utanmağım başıma bəla oldu. Ömrünün sonlarına doğru belə deyirdi. Ələsgər Məmmədoğlu 1946-cı ildə Bakının Kubinka məhəlləsində dünyaya göz açır. Uşaqlığı çox tez böyüyür. 12 yaşında atasını itirir və 6 uşaqlı ailənin bütün yükü evin böyük oğlu olan Ələsgərin çiyinlərinə düşür. O, yaşamaq üçün tum və dondurma satır, ailəsini dolandırmağa çalışır. Var, Güneyşan arı, Mələsən arı, Gəlayım işləri. Əsl adı Əskər olsa da, Bəyin oğurlanması filmindən sonra insanlar onu elə Ələsgər adı ilə çağırmağa başlayır və zamanla bu ad onun sənət kimliyinə çevrilir. Anasının aktyor olmasına qarşı çıxmasına baxmayaraq, o sənət yolundan dönmür və fikrini dəyişmir. 1975-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirir. Bir il sonra Nazilə xanımla ailə qurur və bu evlilikdən 2 övladı dünyaya gəlir. Siz birinci dəfədir gözləyirsiniz. Birinci dəfə. Amma mən 8-ci dəfədir. O, kinoda və teatrda çoxsaylı rollarda görünsə də, əsas rollar çox vaxt ona verilmir. Bəyin oğurlanması, Alma almaya bənzər, Qərib cinlər diyarında, Ömrün səhifələri, Yol əhvalatı, Qəm pəncərəsi, Qatarda, Məhəllə kimi filmlərdə, həmçinin müxtəlif tamaşalarda epizodik obrazlar yaradır. Bir bax onun sarı buğda dəninə. Fazıl müəllim, mən ölüm. Dünyanın ən məşhur futbolçusu kimdir? Banişevski. İbadullah, yenə özünü itirmirsən ha. Niyə uçmuruq ha? Ay Badullah, el eləmə ki, keçən dəfə kimi yerdə. Yoxdur da. Valla. Billah mənim oğlum yoxdur. Düz deyir ayna çənlik. Can yanısı. Davlenin atasını yandırır, mən ölüm. Hələ bunun qabığı. Axır ki səni tutdum. Dövlət yol polisi. Bir dəqiqə dayan, bir dəqiqə. Yazıçılar İttifaqına da ərizə vermişəm. Nadir, Kopyası. yazıçılar ittifaqı. Kopyası var. Həri. Ana 3 kilo elə balığı. Ne diyorsun? Açtım. Patladı. Patlamadı. Niye patlamadı? Çünkü partlayan... Ələsgər Məmmədoğlu heç vaxt rejissorlardan əsas rol tələb etmir. Bunu özü üçün bir yük hesab edirdi. Baş rolların mətnini əzbərləmək zülümdür. Mən səhnəyə çıxıb tamaşaçının əhvalını qaldırıb çıxıram. Onun ən böyük arzularından biri teatr səhnəsində Hacı Qara rolunu oynamaq idi. Amma bu arzu gerçəkləşmir. 1980-ci ildə SSRİ, Fransa, İsveçrə istehsalı olan Alain Delon'un da çəkildiyi Tehran 43 filmində rol alır. Lakin onun çəkildiyi səhnələrin böyük hissəsi montajda kəsilir. Bu hadisə ona çox ağır təsir edir. Əgər o film olduğu kimi yayımlansaydı, bütün ittifaqda tanınardım. 2002-ci ildə isə ona əməkdar artist fəxri adı verilir. Son illərdə çəkildiyi son film Xoxan olur. Bir vaxtlar səhhətindən şikayət etməyən aktyor qəfil insult diaqnozu ilə üzləşir. Daha sonra qaraciyərində xərçəng aşkarlanır. Ailəsi onun xəstəliyini ondan gizlədir. 40 gün xəstə yatağında qalan Ələsgər Məmmədov 2015-ci ilin dekabr ayında 69 yaşında dünyasını dəyişir. Onun həyatı sadəcə bir aktyor bioqrafiyası yox, həm də səssiz, təvazökar və yarım qalan arzuların hekayəsidir. Yaxşı şeirlər yazır,
Bu yaxında qəttəzə kitabı çıxıb. Ələsgər Məmmədoğlunun həyatı bizə bir şey öyrədir. Bəzən ən böyük sənətkarlar səssiz qalır. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.